Yorğunluq, enerji yox, motivasiya yox, gözdəymə mi? Xeyr, əsla. Gəlin dostlar, biz orqanizmimizin gözdəymədimi, yoxsa xroniki yorğunluqdurmu? Biokimyamızı necə tanıyaq? Gəlin anlayaq. Ümumiyyətlə insanın yorğunluğunu biz gəlin iki cür ayıraq. Deməli, biz yorğunluğu iki qrupa ayırsaq, emosional və biokimyəvi ayırsaq, və emosionalın motivasiyası olmur, insanda enerji olur. Biokimyəvi də ayırsaq isə burada artıq motivasiya yoxdur, enerji yoxdur. Çözüm burada nə olar? Emosional yorğunluqda motivasiya olmadığı üçün, enerji olduğu üçün burada sinir sisteminə dəstək, psixoloji dəstək lazımdır insana. Digərinə biokimyəvi yorğunluqda nə motivasiya olmadığı üçün, nə enerji olmadığı üçün burada çözüm, analiz, hormonal balans və fərdi qidalanma olmalıdır.